Herkese salamlar dostlar. Kripto Xəyal YouTube kanalına xoş gəlmisiniz. Bu gün sizlərlə sıfırdan texniki analiz seriyamızın növbəti videosu olan SR barədə danışacağıq. SR əslində bizim hamımızın bildiyi support, yəni dəstək, R isə residence, yəni müqavimət zonasını bildirir. Yaxşı, bəs bu SR birləşib nə anlama gəlir? Biz bundan niyə danışırıq, nə üçün istifadə edirik? Bildiyiniz kimi coin'in hərəkəti zamanı yuxarıda müqavimətlə qarşılaşdığı zona müqavimət zonası olur, yəni resistance. Daha sonra isə aşağıda qarşılaşdığı zona isə support, yəni dəstək zonasını bildirir. SR-da isə biz dəstək və müqavimət zonasını birləşdirərək SR əmələ gətiririk. Və bu SR-ın özü belə ayrıca dəstək və müqavimət zonasını göstərir. Yaxşı xəyal, nə demək istəyirsən? Gəlin bunu biz Ethereum-un üzərində də, istənilən coin-də, istənilən qrafikdə bu işləyir və mənim çox sevdiyim bir metoddur. Nə demək istəyirəm? Gəlin bu formada baxaq. Fikir verirsinizsə, Ethereum-da bu hissələr bizə dəstək olub, bu hissələr isə müqavimət zonası olub. Dəstək, müqavimət formasında gedir. Mən götürürəm buradan və bu hissələri birləşdirirəm. Və bu artıq mənim üçün dəstək və müqavimət zonasına çevrilir. Gəlin daha da əvvələ gedək və nə demək istədiyimə baxaq. Bunu biraz uzadıram. Və görürəm ki, bu hissələrdə də bir dəstək zonası yaranıb, eyni zamanda müqavimət yaranıb. Yəni, dəstək və müqavimət zonası birləşiblər, qovuşublar o hissədə. Artıq bir dənə də bu hissəyə qoyuram. Və bu hissə mənim üçün dəstək və müqavimət zonasına avtomatik olaraq çevrilir. Yəni, coin buradadırsa, bura mənim dəstəyimdir, yuxarı hissə mənim müqavimət zonamdır. Və yaxud da bunu biraz uzatdıqda artıq özünüz də görürsünüz ki, bu hissə müqavimət, bu hissə isə dəstək olaraq çox yaxşı işləyib. Gəlin, istəyirsiniz bunun biraz backtestingini eləyək və baxaq görək, bu SR dediyimiz şey həqiqətən işləyirmi? Biraz əvvələ qayıtmaq istəyirəm. Gəlin, biraz əvvələ qayıdaq. Canlı şəkildə SR-dan istifadə edərək baxaq görək, həqiqətən bu işləyir yoxsa yox. Hazırda qiymətim bu hissədədir və mən burada dəstəyimi görürəm. Müqavimət zonam isə bura olsun. Və oynadıram. Baxın, fikir verirsiniz, bu hissələr dəstəkdir, bu hissələr isə artıq mənə müqavimətdir. Yəni, yeni bir SR yaranır orada. Bunu artıq bura qoyaraq, mən buranı özümə müqavimət zonası olaraq seçə bilərəm. Çox rahat şəkildə. Fikir verirsiniz, müqavimət kimi işləyir bura. Hə, xəyal, yeni bir müqavimət zonası, əgər buranı keçsə, har ola bilər deyirsinizsə, mən bu hissəni deyərdim. Fikir verirsiniz, dəstək, müqavimət. Yəni, bura keçilsə, bura qədər gələ bilər. Hə, daha da xırda işləmək istəyirəmsə əgər mən, bu hissəni də əslində SR olaraq istifadə edə bilərəm. Niyə? Çünki burada müqavimətlər var, burada da dəstək var. Burada da müqavimət var. Gəlin, indi bunun işləmə prinsipinə baxaq, görək necə işləyir. Davam edirəm. Və müqaviməti qırdı. Hardan qayıtdığına baxaq. Fikir verin, bu hissədən qayıtdı, doğrudurmu? Çünki bu hissədə bir SR var. Dəstək, müqavimət və burada da müqavimətlə qarşılaşır. Digər yuxarıda biraz müqavimət axtarırıqsa, baxın bu hissədə də dəstək və müqavimət zonası işləyib. Yəni, əslində support and resistance-in işləmə prinsipi bundan ibarətdir və çox qəşəng də işləyir. Yəni, mən sadəcə kripto analizlərimdə yox, qızıl olsun, gümüş olsun, neft olsun, hər hansısa bir qrafik olsun, səhmlər olsun, stoklar çox istifadə edirik və çox sevirik. Fikir verirsiniz, hardan qayıdır? Həm bu SR olaraq təyin edədiyimiz nöqtədən qayıdır və dəstək olaraq da burada oynayır. Mən bu metodu çox sevirəm və mənim üçün dəstək və müqavimət zonaları artıq bu formada işləyir. Yəni, normalda biz dip təpə olaraq, dəstək və müqavimət zonası olaraq bu təpələri
nəzərdə tuturduqsa, dəstək olaraq nəzərdə tuturduqsa, artıq dəstəyin və müqavimətin birləşdiyi yerləri biz əslində artıq nəzərə almalıyıq. Baxın, burada da bizim bir esarımız var. Tam bu hissədə. Biraz geriyə getdikdə görürük ki, həqiqətən bura bizim üçün müqavimət zonasıdır. Yəni bu formada biz istifadə edirik. Mən çox sevirəm bu metodu. Bu hər bir qrafikdə, hər bir cütlükdə keçərlidir. Lab istəyirsiniz, gəlin bunu Bitcoin USD olaraq baxaq. Bitcoin-də necə hərəkət edir? Bitcoin-də mən hazırda baxıram və SR təyin edəcəm burada. Hazırda deyək ki, misal üçün, arxa tərəf ümumiyyətlə mən heç görmürəm, əvvəl də görmürəm. Tək bildiyim şey, buranın müqavimət olması, buranın da dəstək olmasıdır. Bunu əsasən də mən öz qrafiklərimi çəkib istifadə edirəm. Aha, dəstəyi qırmaq istədikdə mən bura qədər gələcəyini düşünərəm. Niyə? Çünki buralarda çox yaxşı müqavimət olur və eyni zamanda dəstək alır. Ona görə də qrafiki mən SR-ımı o hissəyə qoyuram. Düşmə ehtimalına qarşı orada istifadə etmək istəyəcəm. Bu, həmin o Bitcoin-in bizim üçün çox yaxşı vaxtları idi, hansı ki, ATH eləmişdi. Fikir versiniz hardan qayıdır. Daha da düşürsə, mənim üçün SR olan nöqtələri nəzərə alıramsa, burada mənim üçün bir SR nöqtəsidir. Fikir versiniz dəstək və müqavimət zonlarını birləşdirir və eyni zamanda da gördüyünüz kimi həmin o nöqtədən də qayıdır. Qısacası, SR-ı mən bu formada dəstək və müqavimət olaraq istifadə edirəm. Ümid edirəm sizin üçün də daha aydın izah eləmiş olmuşam və bütün qrafiklərində bu SR metodundan istifadə edirəm. Çox da sevirəm, çox da uğurlu işləyir. İstər analizlərinizdə, istər hər hansı bir pozisiya açarkən analiz etdiyinizdə bunlardan istifadə edin, xeyrini görün. Gələn videolarda görüşənədək sağ olun, salamat qalın.